Çünki Peyğəmbərimizin o öyrətdiyi duadır. İçərisində həm dünya var, həm axirət var, hər şey var. Baxın, nə gözəl bir dua. Deyən, Allahım, səndən işlərimdə sabitlik və doğru yolda qətiyyət istəyirəm. Yəni, sabit olun bir işimdə, qətiyyətli olun, həm dünya işim, həm axirət işim. Baxın, nə gözəl bir söz. Allahım, səndən işlərimdə sabitlik və doğru yolda qətiyyət istəyirəm. Səndən mərhəmətinə, nemətlərinə şükr etməyi və sənə gözəl ibadət etməyi istəyirəm. Yəni, sən mənə nəsib etməsən, şükür də edə bilmərəm. Şükür də sənin nemətindir və gözəl ibadət də sənin nemətindir. Yəni, ey Rəbbim, sənə gözəl ibadət edənlərdən eylə məni. Baxın, nə gözəl, möhtəşəm bir dua. Səndən sağlam və pak bir qəlb istəyirəm. Bax, doğru danışan bir dil istəyirəm. Qəlbin pak olsun, kindən, həsəddən uzaq. Dilim də doğru danışan olsun. Yəni, yalan danışan olmasın, söyüş söyən olmasın. Baxın, sonra ən əzəmətli sonra gəlir. Sənin bildiyin bütün xeyirlər səndən istəyirəm. Yəni, hansı o xeyirlər ki, mənə layiqdirsə, mənim həyatıma uyğundursa, sən bilirsən. Onların hamısını səndən istəyirəm. Heç demədi hansı xeyirlər. Allah bilir. Sənin bildiyin bütün xeyirlər səndən istəyirəm, diləyirəm. Bildiyin bütün şərdən sənə sığınıram. Bütün o şərlər ki, bildiyin, Allah'tara sən bilirsən, hamısından sənə sığınıram. Baxın, sonra nə deyir? Bildiyin günahlarım üçün səndən bağışlama diləyirəm. Yəni, mənim günahlarımı, bəlkə ey Rəbb, mən unutmuşam, bilmirəm hansı günahlarım var. Tövbə etmişəm, etməmişəm. Amma sən bilirsən, mənim hansı günahlarım var. Bildiyin mənim günahlarım üçün səndən bağışlama diləyirəm. Şübhəz ki, qeybləri ən yaxşı bilən sənsən.